Bilirsiniz, sərhədçi olmaq bu böyük bir romantik peşədir. Ben sərhədçilərin tarixini yaxşı bilirəm. Çünkü özüm de keçmişdə sərhəddə çox olmuşam. Azərbaycanın ola bilər ki, sərhədində o nöqtə yox ki, mən orada olmayayım vaxtilə. Genç vaxtlarımda xidmət etmişəm. Çox yerləri piyada getmişəm. Çox yerləri at üstündə getmişəm. Bizim gözəl təbiəti sərhədlərimizdə görmüşəm. Eyni zamanda sərhədlərimizlə həmişə fəxr etmişəm. Bizim silahlı qüvvələrimiz rəşadət, qəhrəmanlıq göstərərək Vətən müharibəsində zəfər çaldılar. Və sərhədçilərin ümumi zəfərimizdə rolu çox böyükdür. Mən bunu qiymətləndirirəm.